Allahdan kömək istəyirəm bunu çatdıra bilim. Dillə qulaq və gözün fərqi. Ruhun girişləri var, ruhun çıxışları var. Ruhun girişləri var, ruhun çıxışları var. Dil ruhun çıxışıdır. Qulaq və göz ruhun girişidir. Yəni, məlumatlar göz və qulaqla ruha gedir, içəridə olanlar dillə izhar olunur, bayra çıxır, çölə çıxır. Dil çıxışdır, göz və qulaq girişdir. Hansı daha mühümdür? Əxlaq alimlərini çox vaxt bu sual maraqlandırıb, hansı daha mühümdür? Həzrət Əlinin bu xütbəsindən məlum olur. Birinci xüsusiyyət sayır, deyir, məntiquhumus səvab. Danışıqları düppədüzdür. Düz danışarlar, doğruçudular, təmizdir, nitqləri, sözləri tərtəmizdir. Dil qəlbdəkiləri üzə çıxardır. Deməli, Həzrət Əli əvvəl qəlbin girişi olan qulaq və gözdən yox, çıxışı olan dildən danışır. Deməli, dilin əhəmiyyəti, çıxışın əhəmiyyəti, girişin əhəmiyyətindən çoxdur. Bir daha sual verirəm. Qəlbin girişinə nəzarət etmək mühümdür, yoxsa çıxışına? Çoxu deyəcək girişinə. Deyir ki, axı, qəlbə nə daxil olur, sonra dilə o çıxır. Əvvəl deyəcəklər, qoru ki, qəlbə nəsə daxil olmasın pis şey, ki, dilə də yaxşı şeylər çıxsın. Məntiq var da bu sözdə, amma belə deyilmiş. Məsələ belə deyilmiş. Xütbədən məlum olur ki, çıxışa diqqət eləmək daha mühümdür, dilə diqqət eləmək. Dil içdə olanı üzə çıxardır. Qəlbin güzgüsü dildir. Dil qəlbin güzgüsüdür. Çalışın bunu izah edeyim, niyə belədir? Ona görə belədir ki, qulaq asın, qəlb boş deyil. Qəlbə hələ heç nə daxil eləməmişdən qabaq, qəlb yarananda artıq gözəlliklərlə yaranır. Qəlb boş deyil, qəlb gözəlliklərlə yaranır. Qəlbə kənardan heç nə daxil olmasa, özü yaxşılıqlar xəzinəsidir. Peyğəmbər də buyurur, insanlar qızıl və gümüş mədəni kimidirlər. Sonradan bu yaxşılıqlar xarab olur. Necə? Mühitin, ailənin təsirindən, müəyyən davranışların təsirindən xarab olur. Qəlbdə mənfiliklər sonra yaranır. Mexanizmi başa salın. Mexanizm belədir. Qəlbdə yaxşı hissə var, fitrət, gözəlliklər. Pis hissə var ki, sonradan yaranıb, mənfi bir hissəsi də var qəlbin. Sən danışanda mühüm olan budur ki, hansı hissəni üzə çıxardırsan, mühüm olan budur. Yaxşı söz danışırsan, yaxşı hissəni üzə çıxardırsan və yaxşılıq böyüyür. Pis söz danışırsan, pis hissə səni danışdırırsa, o böyüyür. Söz, yaxşılıq və pislər üçün nəfəslik rolunu oynayır. İçəridə yaxşılıqlar var, pisliklər var. Sən ki, başlayırsan yaxşılıqdan qaynaqlanan sözlər danışmağa, qapı açırsan yaxşılıqlara, başlayır nəfəs almağa böyüyür, yem verirsən onlara. Pis sözlər danışanda həmin o pis hissə başlayır yem almağa və böyüyür. Ona görə danışıq çox mühümdür.